Şah İsmail Xətai ilə bağlı sensasyon iddia. Son günlər Şah İsmail Xətai ilə bağlı sosial şəbəkələrdə müzakirələr çoxalıb. Görünür ki, tarix sözünün qədim dövrdə nə məna kəsb etdiyini bilməyən müasir alimlər mənbələrə elmi izah verə bilməyərək ağıllarına gələn danışırlar. Deməli, Şah İsmail Xətai ilə bağlı həqiqətləri açmazdan əvvəl tarix sözünün əsl mənasını izah etmək vacibdir. Eramızın 4-5-ci əsrlərində yaşamış Avreli Avqustinus'un tarix Allahın planının açmasıdır. 18-19-cu əsrlərdə yaşamış Georg Hegelə görə isə tarix ruhun özünü dərk etməsi prosesidir. Bu iki müxtəlif fikri anlamaq üçün bəşəriyyəti yaratmış ilk insanların vahid səfa dilini bilmək lazımdır. Bizə sufizm kimi tanış olan bu məntiqə görə xristianlıqda, İslamda və ümumiyyətlə qədim dinlərdə olduğu kimi Allah əvvəldə və axırda gələn iki təzahürdən ibarətdir. Əvvəldə gələn Allah Xaldeya, yəni Xilat Atabəklər ailəsinin banisi Napatlı Firon Amondur. O, əvvəli və sonu olmayan, doğmayan, doğulmayan ilahın sirlərini dərk edərək ilahdan göydə el, yəni el-ilah, Allah yaratmışdır. Və bu Allahın ömrünü əzəl yazısında müəyyənləşdirmişdir. Biz bu Allahı kosmik ölçülü Asiris kimi tanıyırıq. Müsəlmanlar qədimdə Allahu Əkbər deyəndə bu nəhəng Allahı nəzərdə tuturdular. Əzəl yazıya görə o, axirətdə işıqda parçalanıb yox olur. Mənbələrdə dünyanın axırı dedikdə də məhz bu Allahın daxilindəki ruhlar dünyasının sonu başa düşülürdü. Xaldeyada, yəni Xilat göllərində yaradılmış bu Allahın yerdəki qapısı Babil qülləsidir. Bu qüllə tikildikdən sonra Allah Atabəklərin vahid səfa dilindən 70 dil yaradıb, onları dünyaya səpələdi. Pir Amon özü öləndə ruhu Ra-Amon, yəni Rəhman Allaha çevrilib göydə ölümsüzlük qazandı. Biz bu Allahı Xızır Peyğəmbər kimi tanıyırıq. Ahirətdə Pir Amonun ruhu yerdə Mehdinin bədəninə köçür və özünü dərk etməyə başlayır. Deməli, Avqustinin tarix Allahın planının açmasıdır deməsi əvvəldə gələn Pir Amonun öz əzəl yazısını həyata keçirməsi kimi başa düşülməlidir. Hegelin fikrinə görə isə tarix ruhun özünü dərk etməsi prosesidir və bu da axirətdə gələcək Mehdinin öz rolunu dərk etməsi anlamındadır. Məhz o, Pir Amonun sirlərini dərk edib ölmüş Asiris Allahını dirildir. Başqa sözlə, tarix əvvəldə və axırda gələn Allahların tarixidir ki, onlar dünyanı seçilmiş Atabəklər vasitəsilə idarə etmiş və edəcəklər. Qədim müdriklərə görə adi insanlar mənbələrdə qeyd olunmağa layiq görülməmişlər. Dünyaya səpələnmiş Atabəklərin 70 dildə yazdıqları bütün yazıların batini mənaları əvvəldə gəlmiş Ra-Amon Allahın yaratdıqlarına və axirətdə gələcək Mehdinin ölmüş Asirisi diriltməsinə əsr olunmuşdur. Müdriklərə görə yazıtının məharəti əvvəldə və axırda gələn Allahların fəaliyyətlərini bir əsərdə qarşı-qarşıya qoyaraq sirləri axirətdə gələcək Mehdiyə və ariflərə düzgün çatdırmaqda üzə çıxır. Məsələn, Firdosinin Şahnamə əsərində bu obrazlar əvvəldə gələn göydəki Kəyan taxtında günəş tək qərar tutan Cəmşid və axirətdə gələrək ilahi qayda qanunu bərpa edəcək Fəridun Şah kimi göstərilir. Bu deməkdir ki, bugünkü qəbul olunmuş tarix tamamilə cəfəngiyatdır. Bütün qədim yazıların batini, yəni sufi məntiqindəki mənaları əvvəldə və axırda gələn Allahlarla bağlıdır. İnsanların bugünkü məntiqi ilə dünyanı insanlar idarə edir düşüncəsi Allahın olmaması mənasına gəlir. Həqiqətdə isə dünyanı Allah əzəl yazısına uyğun idarə edir. Kamil ağıl olan ilah əzəl yazıya uyğun şərait yaradır ki, yazılanlar həyata keçsin. Əzəl yazıya görə isə yaradılışdan təxminən 5500 il sonra dünyada yenidən xaos yaranmalıdır ki, ilkin materiya, yəni ilah əvvəldə olduğu kimi göydə ikinci el-ilah, yəni Allah yaratsın. Biz tarix sözünün əsl mənasını aydınlaşdırdıq. İndi keçək Şah İsmail Xətai obrazına. Zeynələbdin Əli Əbdi bəyin Təkamülətül Əxbər əsərinə görə axirətdə haqq ədalətə bərpa etməli olan Mehdi, yəni sahib-əz-zaman Şahənşah Şah İsmail Xətaidir. Əbdi bəy yazır, Rumlu, Şamlı və Zülqədər tayfalarından olan sufilər və qazilərin dəstələri Rum və Şam ölkələrindən, Misir və Diyarbəkir diyarlarından axışıb İsmailin düşərgəsinə gəldilər. Buradan hər yana Əla Həzrətin ayağa qalxmasını gözləyənləri yola çağıran əmrlər göndərilmişdi. Bu hərəkat sahib zamanın zühur etməsinin başlanğıcı oldu. Burada açıq yazılır ki, Şah İsmail Xətainin obrazı axirətdə gələcək Mehdinin obrazıdır. Sahib zaman Mehdi isə nə 16-cı əsrdə, nə də indiyə qədər gəlməmişdir və məhz bundan sonra gəlməsi gözlənilir. Sufizmdə İsmail İbrahim Peyğəmbərin Həzərdən olan oğludur ki, Həzər rəmzi bizlərə Qacar kimi məlumdur.
Başqa sözlə, Sahib Zaman İsmail Qacar şahlar nəslinin nümayəndəsi olacaqdır. Şah İsmailin 14 yaşında 14 ildə 14 ərazini birləşdirməsi axirətdə 14 hissəyə parçalanaraq ölmüş Asirisi, yəni Azər Allahını diriltməsi mənasındadır. Xətainin Azərbaycan taxtında oturması da onun ruhunun sonda ölümsüz Asiris Allahına çevrilməsi anlamındadır. Bu isə onu göstərir ki, gələcəkdə Azərbaycan ərazisi və dili yaradılış zamanında olduğu kimi tam bərpa olacaqdır. Məhz bundan sonra yeni dünya nizamı başlayacaqdır. Bütün bunlar haqqında daha ətraflı məlumatları internet səhifələrimdəki Batini Quran və digər kitablarımda və yüzlərlə elmi məqaləmdə tapa bilərsiniz.